Bakıda keçirilən Azərbaycan-Gürcüstan media forumunda iştirak etmək məqsədi ilə Gürcüstanın bir qrup jurnalist heyəti Bakıya səfər edib. Səfərin ilk günü jurnalistlər Zəfər Muzeyini ziyarət edərək burada sərgilənən Azərbaycan xalqının vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq və qazandığı möhtəşəm tarixi zəfərlə bağlı məlumat və təsvirlərlə tanış olublar. Daha sonra qonaqlar Hərbi Qənimətlər Parkına baş çəkiblər. Burada Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Qarabağ müharibəsində qazandığı qələbə zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus Rusiya istehsalı tank, qrad qurğuları, top və digər hərbi texnikaya baxış keçiriblər. Sonra media nümayəndələri Bakı şəhərinin incisi olan İçəri şəhər ərazisində gəzərək Azərbaycan xalqına məxsus tarixi və milli abidələrlə yaxından tanış olublar. Səfərin ikinci günü ictimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi mövzusunda Azərbaycan-Gürcüstan media forumu baş tutub. Tədbirdə informasiya təhlükəsizliyinin təmin olunması məqsədi ilə media ekosisteminin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq, dezinformasiya ilə mübarizə və digər mövzular müzakirə olunub. Qeyd edilib ki, forumun keçirilməsində əsas məqsəd iki ölkə arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, informasiya mühitində etibarlılığın artırılması və təhlükəsizlik çağırışlarının düzgün qiymətləndirilməsidir. Onu da qeyd edək ki, forumda Lider Media Təşkilatı və 24 News 2 xəbər portalının rəhbəri Azər Məmmədov da iştirak edib. Tədbirin sonunda forumda iştirak edən media nümayəndələri üçün ziyafət süfrəsi təşkil olunub. Azərbaycan və Gürcü xalqına məxsus milli musiqilər səsləndirilib, rəqslər nümayiş etdirilib.